Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala seyyidina Muhammedin ve alihi teyyibine tahirin. Aziz ve hürmetli Müslüman bacı kardeşlerimiz, bu günlerde İslam ümmətinin, İslam tarixinin müstəsna şəxsiyyəti və hamının qəbul elədiyi Peyğəmbərə ən əziz, ən yaxın olan şəxs Ali ibn Əbu Talib əleyhissalamın Kəbə evində dünyaya göz açdığı günlərdir, gündür. Rəcəb ayının 13-də Əmir el-Mömin əleyhissalam Kəbə evində dünyaya göz açdı və ömrünü Məkkə şəhərində başladı. İslam tarixinin ən həssas, ən çətin dövrlərində Peyğəmbər əleyhissalamın yanında oldu. Peyğəmbər əleyhissalama köməkliyini əsirgəmədi, çiyin-çiyinə ondan yol getdi. İslamın yayılmasına və qorunmasında müstəsna xidmətləri oldu. Əli əleyhissalamın haqqında Peyğəmbər əleyhissalamın çoxlu hədisləri var, fəziləti, böyüklüyü haqqında. Hətta əhl-i sünnə mənbələrində də qəbul olunur. Buxaridə, Müslimdə. Özünə yaxınlığı haqqında Əli əleyhissalamın Peyğəmbərə nisbət haqqında buyurur ki, Ya əntə minni bi mənzilətil Harun min Musa illə ənəhu lən-nəbiyyi bədihi. Ey Əli, sən mənə Harunun Musaya olan mövqeyi kimisən. Fərq yalnız budur ki, məndən sonra Peyğəmbər yoxdur. Yəni, Peyğəmbər olmasa da sən mənə Harunla Musanın bir-birinə olan yaxınlığa qədər əziz və yaxınsan. Peyğəmbər əleyhissalamın şəxsiyyəti, böyüklüyü haqqında başqa bir hədisdə vurğulayır ki, mən kunta mevlahu və əliyyun mevlahu Allahümme vali mən valahu və adi mən adahu. Mən kimin mövlasıyam, Əli də onun mövlasıdır. Allahım onu sevəni sev, ona düşmən olana düşmən ol. Bu hədisdə əhl-i sünnə qardaşların mənbələrində də var, həm də şiə mənbələrində qeyd olubdur. Peyğəmbərin başqa hədisində vurğulanır ki, Əli məl haqq və haqq mə əliyyin yazurumə heysuma. Əli haqq ilədir, haqq da Əli ilədir. Haqq onunla birlikdə hər hara dönsə dönər. Yəni Əlinin hər addımı, hər hərəkəti haqqdır. Haqq Əli əleyhissalam ilədir. Buradan belə başa düşürük ki, Peyğəmbər əleyhissalamın gətirdiyi din yeni bir dövrün, yeni bir çağın, yeni bir sistemin başlanğıcı oldu. Əli əleyhissalam isə İslam daxilində yeni bir xətt, həqiqi İslamın davamçılığını və həqiqi yolun aparıcısı və xətti Əli əleyhissalamdan oldu. Yəni Peyğəmbərin hədisindən də bunu başa düşürük ki, Əli həqiqətdir, yəni həqiqi Peyğəmbərin və Allahın buyurduğu, qoyduğu yolun davamçısı və gedənidir. Buxari və Müslimdə də qeyd olunubdur bu hədis. Hətta Əli əleyhissalam iman və nifaq meyarı hədisində də Peyğəmbər əleyhissalam vurğulayır. La yuhubbu əliyyən illə mumin və la yubqazı iləl münafiq. Əlini yalnız mömin sevər, ona yalnız münafiq nifrət edər. Əli əleyhissalamın fəziləti haqqında, böyüklüyü haqqında, dəyəri haqqında Peyğəmbər əleyhissalamdan da başqa bir hədisdə vurğulanır. Ənə mədinətül ilm və əliyyun babuha. Fəmən ərədəl mədinətə fələ ətil babi. Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır. Kim şəhərə daxil olmaq istəyirsə, qapıdan girsin. Əli əleyhissalamın Kəbədə doğulması məsələsi çox mühümdür. Bunu bəzi şəxslər Əli əleyhissalamın fəzilətini
şəxsiyyətin böyüklüyünü inkar eləmək üçün qəbul etmək istəmirlər, amma Əhl-i-Sünnə mənbələrində, Müstədrəkül Hakimdə və digər mənbələrdə qeyd olunub ki, deyilir, nəql olunur ki, Təvatərəl əxbarə ənəl Fatimə bint Əsədin vələdət Əliyyən fi cəvfil Kəbə. Mütəvatir xəbərdə nəql edilir ki, Fatimə bint Əsəd Əlini Kəbənin içində dünyaya gətirmişdir. Bu məsələ həm Sünnə, həm Şiə qaynaqlarında da qeyd olunmuşdur. Əli əleyhissalamın fəziləti, böyüklüyü haqqında Quranda da ayələr var, qeyd olunubdur. Maidə surəsində və digər Ali İmran surəsində və başqa surə və ayələrdə qeyd olunubdur. Əmir-əl-Möminin yəni elə bir şəxsiyyətdir ki, biz onun haqqında nə qədər danışsaq, nə qədər söhbət etsək az olar və bizim dediyimizdən çox uca və böyük şəxsiyyətdir. Yəni biz hədislərdə və nə qədər gəlir, o həddə bir neçə kəlmə deyə bilərik. Əli əleyhissalam böyüklüyünü, Peyğəmbər əleyhissalamdan bir hədis var ki, ya Əli, sənin həqiqətini mən və Allahdan başqa heç kim bilmədi, mənim həqiqətimi sən və Allahdan başqa heç kim bilmədi. Yəni bunlar bir-birinə o qədər bağlı, o qədər yəni bağlantılı və o qədər dərin sirri insanlar idilər ki, bunların hər ikisinin həqiqətini bir Peyğəmbər və Əli əleyhissalam və Allahdan başqa heç kim bilmədi. Buna görə də yəni biz nə desək, nə danışsaq az olar və heç cür Əli əleyhissalam dəyərini, qiymətini çatdıra bilmərik. Qüvvəmiz həddində, əlimizdə olan mənbələr həddində onu deyə bilərik ki, Əli əleyhissalamın həqiqətən şəxsiyyəti həm tarix üçün, həm Peyğəmbər yanında, həm insanlar arasında, həm də Allah yanında çox uca olubdur. Əli əleyhissalam etdiklərinə baxanda həqiqətən xariqüladə məsələlərdir. Yəni insan zehni, insan vücudu, insan qabiliyyəti aşan bir şeylərdir. İslamın tarixində etdikləri, gördükləri əməllər, fəaliyyətlər, yəni Əli əleyhissalam haqq, həqiqət, ədalət, düzlük, doğruluq üçün gördüyü işləri heç kim görmür. Əli əleyhissalam biz bir də var, necə deyərlər, bəşəri münasibətlərdə bəşərlə müqayisə etsən. Əli əleyhissalam bəşərdir, insandır. Amma ilahi tərəfindən seçildiyi üçün bunu hər nəsə kimləsə müqayisə eləsə, həmçində Peyğəmbəri, buna qarşı belə desək, yəni hər nə haqqını vermək istəsə verə bilmərik. Ona görə də biz nə desək, Əli əleyhissalam dəyəri haqqında az olar. Əli əleyhissalam ilə haqqını, həqiqətini Peyğəmbərin özünün kəlmələri həddində başa düşdüyümüz həqiqdə deyib, Əlinin dəyəri, elmi, şəxsiyyəti, ədaləti və böyüklüyü haqqında. Bu uca şəxsiyyətin mövludunu, böyüklüyünü, mübarək doğumunu, Allah evində doğuldu, Allah Peyğəmbərin evində böyüdü, Allah evində də şəhid oldu. Bu üç dənə məsələ hər şeydən xəbər verir. Allahın seçdiyi, Allahın təyin elədiyi insan yer üzündə Allah xətti ilə də getdi və ədaləti də özü ilə apardı. Bu gözəl şəxsiyyətin mövludunu, bayramını İslam ümmətinə, hər kəsə, ölkəmizdə yaşayan müsəlmanlara və ədalət sevən hər kəsə dünyada təbrik deyirəm. Allahdan istək arzum budur ki, ölkədə, dünyada sülh, əmin-amanlıq olsun. Bayramınız mübarək olsun deyirəm. Allah sizləri qorusun. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.